Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Gəlin bu günlərim kurikulumdan bir sualın izahına baxaq. Əgər bu tip videoların davamlı olmasını istəyirsinizsə, Instagram kanalına, YouTube kanalına abunə olmağı unutmayın. Gəlin sualımıza baxaq. Hansı bilik konseptual biliyi yoxlayır? Konseptual bilik dedikdə müəllimlər ilk olaraq biz burada faktoloji biliyə nisbətən daha mürəkkəb biliyi axtarmalıyıq. Yəni faktoloji bilik qaydanı, faktı bizdən tələb eləyir, amma konseptual bilik nisbətən daha mürəkkəbdir və nə üçün suallarına bəzi hallarda cavab axtara bilirik. İndi baxaq. Nə üçün Lənkəranda suyun qaynama temperaturu lirikə görə daha yüksəkdir? Nə üçün sualını biz burada gördük, amma nə üçün sualı, belə deyim, həmişə bizim köməyimizə çatmaya bilər. A variantını saxlayaq, sonunda yenidən qaydarıq. Rus sənətkarlığının ən böyük mərkəzi haradır? Faktoloji sualdır, müəllimlər, faktı tələb eləyir, belə deyim də, və biz bunu konseptual bilik olaraq götürə bilmərik. Yağış hansı prosesin nəticəsində yaranır? Eyni qaydada bu da faktoloji bilik tələb eləyir. İnformasiyanı daha yadda saxlamaq üçün nə etməliyəm? Metakognitiv biliyi bizdən tələb eləyir. Ağac üzərində qrafikaya nə deyilir? Faktoloji biliyi bizdən tələb eləyir. Amma qayda A variantına nə üçün Lənkəranda suyun qaynama temperaturu lirikə görə daha yüksəkdir? Ola bilər ki, indi burada dağlıq zona olduğuna görə və yaxud daha yüksək olduğuna görə suyun qaynama temperaturu daha da artar. Bunu biologiya müəllimləri, coğrafiya müəllimləri daha qat-qat yaxşı bilirlər. Mənim ixtisasım ibtidai sinifdir və bizdən nə üçün sualını axtardığına görə burada konseptual biliyi bizdən tələb etmiş olur. Və müəllimlər, sualın cavabı oldu A variantı. Bu tip videoların gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, həmkarlarınızla bölüşməyi unutmursunuz. Sağ olun, salamat qalın.